Akşam görüşleri. Gelsinler kuşlar akşam görüşlerine. Gelsinler kuşlar akşam görüşlerine. Akşam görüşlerine. Mikrofon önünde verilişin müəllifi Rafael Hüseynov. Akşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi unutulmaz şairimiz Ənvər Əlibəylinin xatirəsinə həsr edirik. Adında nur daşıyan bu insanın ömür yolu tez qırılıb. Ancaq hər şey daha erkən baş verə bilərdi. 1968-ci ilin mayında o gözlərini əbədi yumanda 52 yaşı vardı. Ancaq ömrün 52-ci ilinə o ağır müharibədən, 2-ci Dünya Savaşının ölüm-dirimli döyüşlərindən keçərək gəlib çatmışdı. Elə həmin ağır dava illərində bir qəfil gülləmi, bir mərmi qəlpəsimi istənilən anda həyatına son qoya bilərmiş. Ölümün lap astanasında dayandığı da olmuşdu. Ağır yaralanmışdı. Ancaq Pərverdigarın yazdığı möhlətin bitməsinə hələ qalırmış. Müharibəni arxada qoydu. Sonra 23 il yaşadı və xoşbəxt yaşadı. Bu 23 il əslində bütöv bir ömrə bərabər kimi idi. Əsl böyük məhəbbətin ləzzətini də duydu. Övlad şirinliyinin məsudluğunu da yaşadı. Sevimli, sədaqətli dostların varlığı ilə də qürrələndi. Şiirləşən kitablarını görməyin köksə sığmaz fərəhi də qisməti oldu. Neçə şiiri nəğmələşdi. O mahnıların qanadında şiirləri misra-misra hər Azərbaycan evinə qonaq gəldi. Ən məşhur və heç vaxt köhnəlməyəcək ən gözəl Azərbaycan filmləri onun şiirləri ilə bəzəndi. Onun kağız qələmlə tənha dəqiqələrində doğulan, ilk dəfə özünün öz pıçıltılarında eşitdiyi sözləri Azərbaycanın ən məlahətli avazlarına qoşularaq tarixləşdi. Bütün bunların hamısı salamat qurtara bildiyi dəhşətli müharibə ilə son gözlənilməz gedişinin aralığındakı vurtut 23 illik baba yolu adlandırıla biləcək vaxt kəsiyində baş verdi. İçərisinə bu qədər səadətlər sığan 23 ilə sadəcə 23 il demək olarmı? Əlbəttə ki, bu 23 il siqləti ilə neçə 23 illərə bərabər sıxılmış, külçələşmiş zaman idi. Şair Ənvər Əlibəyli 2-ci Dünya Müharibəsindən sonra Azərbaycanın da, yeryüzünün sıra-sıra ölkələrində 100 milyonlarla insanın müthiş dava kabusundan qurtularaq rahat nəfəs aldığı, sabahlara ən dərin ümid və arzular bəslədiyi, coşqun quruculuq eşqi ilə dolu olduğu yeni çağların balasıydı. Taleyin ona ayırdığı bu yeni zaman içərisindəki ömür illərində adına yaraşan işıqlı iz qoymağı və əbədiləşməyi bacardı. Bu onun şeirləri, nəğmələri, solmaz xatirəsi kimi həmişə bizimlə qalacaq səsidir. Nəbzinin vurduğu, qəlbinin döyündüyü anlardan gələn şeir oxuyan səsi. Bu, şair Ənvər Əlibəylidir. Bütün canlılar kimi yaşamak isteyirik, yaşamak isteyirik. Ne kadar ağır olsa da hayatın yükünü dünyada taşımak isteyirik, taşımak isteyirik. Ölüm bahasına da olsa eğer yaşamak, yine yaşamak isteyirik, yaşamak isteyirik. Esen küreklere boşu
axşam həmsöhbətimiz unudulmaz Ənvər Əlibəylinin qızı, şərqşünas alim Şəfəq Əlibəylidir. Şəfəq xanım, Ənvər Əlibəylini anırıq və Ənvər Əlibəyli haqqında bu saatda danışmağımız, düşünməyimiz yalnız onunla əlaqədar deyil ki, görkəmli şairimizin ictimai-siyasi həyatımızın unudulmaz simasının 110 yaşı tamam olur bu yaz fəslində. Amma başqa bir vacib yubiley də var. Azərbaycan radiosunun 100 yaşı tamam olur. Azərbaycan televiziyasının 70 yaş tamam olur və görünür bu yubileylər səsləşməsində Azərbaycan radiosunun, Azərbaycan televiziyasının yuvarlaq ildönümləri ilə Ənvər Əlibəylinin yuvarlaq ildönümünün təxminən eyni vaxtda düşməsi, eyni ilin içərisində baş verməsi rəmzidir. Çünki Ənvər Əlibəyli qısa bir ömür yaşayıb, ancaq o qısa ömrün çox illəri və 10 illəri Azərbaycan ədəbiyyatı ilə, Azərbaycan mədəniyyəti ilə bağlı olub, xüsusən də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, Azərbaycan ictimai-siyasi düşüncəsinin əsrin ortalarında, arxada qalan artıq 20-ci yüzün ortalarında və ikinci yarısının əvvəllərində artıq gerçəkliyimizdə, mədəni düşüncəmizdə, ictimai-siyasi həyatda vacib yer tutan Azərbaycan radiosu və televiziyası ilə bağlıdır. Azərbaycan radiosu və televiziyası o çağlar Azərbaycan insanı üçün həm radio idi, həm televiziya idi, amma həm də bir universitet idi, bir məktəb idi, insanları qovuşduran bir vasitə idi, gözlərin dikildiyi, qulaqların hər zaman təzə bir səs eşitmək istədiyi məkan idi və oranın məsuliyyət də həddindən artıq çox idi. İndi mən uzun illərdir ki, Azərbaycan radiosu və televiziyası ilə bağlıyam. Azərbaycan radiosunun fonotekasına, Azərbaycan televiziyasının videotekasına yaxşı bələdəm və arxada qalan yolu xəbərdaram. Necə, hansı enişlərdən, yoxuşlardan keçərək irəliləyib və hansı sərvətə malikik. Onu görürəm ki, Ənvər Əlibəyli Azərbaycan radiosuna rəhbərlik elədiyi vaxtlarda da, Azərbaycan artıq teleradiosunun rəhbəri olduğu çağlarda da çox çalışıb ki, bu xəzinə zəngin olsun. Gələcək nəsillərə böyük bir irs yadigar qalsın və müəyyən mənada o dövrdə bu radio televiziyanın vaxtı da gətirib. Çünki hər halda Azərbaycanın ən öndə olan qurumlarından, yaradıcılıq qurumlarından biri idi. Həm dövlətə lazım idi, ictimai-siyasi nöqteyi nəzərdən çox vacib bir qurum idi. Amma digər tərəfdən də Azərbaycan insanlarının mənəvi dünyasını tənzimləmək, bir ahəng yaratmaq üçün çox vacib bir mexanizm idi. Ona görə dövlətin də diqqəti orada idi, insanların da diqqəti hamısı oradaydı və bir irs yaradırdılar. Orada o irsi yaratmaq üçün və yeni televiziyanın, yeni radionun əslində elə 40 yaşı olanda da, 50 yaşında olanda da Azərbaycan radiosu yeni idi. Və hətta bugün də 100 yaş tamam olanda da yenidir. Onun çünki tarixi olsa da hər gün təzə söz deyir, təzəliyə can atır. O dövrdə bəxt onda gətirmişdi ki, həm də Ənvər Əlibəylinin ətrafında çox güclü bir komanda vardı. Azərbaycanın tanınmış insanları, yazıcılar, rejissorlar, kino xadimləri, teatr xadimləri bir çox orada çalışırdılar. Amma digər tərəfdən cəlb olunurdular. Bütün radio, televiziya, həm də teatrların özünü ifadə meydanı. Bütün aktyorlar oradaydılar, ən məşhurları. Fəxr bilirdilər ki, 3 dəqiqə, 5 dəqiqə orada görünəcəklər. Ona görə həm Ənvər Əlibəylinin orada işlədiyi dövr ilhamla doludur, yaradıcılıq həvəsi ilə doludur. Ətrafında da çox belə qiymətli insanlar və siz mənə müxtəlif illərdə söhbət eləmisiniz də. O insanlar yalnız onların televiziyada, radioda, o məkanda görüşləri deyildi. Elə qaynayıb qarışmışdılar ki, ailəsi, evi də o məkanın bir hissəsinə çevrilmişdi. O insanlar sonra evdə də görüşürdülər, bu söhbətlər, bu ünsiyyətlər, bu müzakirələr davam edirdi. İndi Ənvər Əlibəylinin 110 yaşı tamam olur. Əlbəttə ki, biz dönə-dönə axşam görüşlərinin səhifəsində onun həyatı, yaradıcılığı, ömrünün müxtəlif fəsilləri və hadisələr haqqında söhbət eləmişik. Ancaq istəyirəm ki, bugün daha çox radiodan danışaq, televiziyadan danışaq, o radiodan, o televiziyadan ki, oradan Ənvər Əlibəylinin nəfəsi gəlir. Çünki Ənvər Əlibəylinin həyatının mənası, həyatının rəngini tamam parlaq edən vacib səhifələrdən biri məhz radio televiziya idi. Bunun özündə də görükür elə bir rəmz var. Bunun özü də bir elə taleyin bəlkə də yazısıdır ki, onun həyatının son nöqtəsi də elə həmin məkanla bağlıdır, radio televiziya ilə bağlıdır və radio televiziyanın indi bizdə ayrı bayramı var, ayrı gündə, bizim millət təqvimində başqa tarixdə cəmləşib. Amma Sovet dövründə onun dünyadan köçdüyü tarix
Azərbaycan radyosunun və bütün Sovet radyosunun bayramı sayılırdı. Demiştin yaz gelsin, yaz geldi aygır. Söğütler sulara kölge saldı. Çiçekler açıldı, göyerdi yalnız. Verdiğim vadeler harda kaldı. Özüne kurbanım, sözüne kurbanım, gözüne kurbanım yar. Özüne kurbanım, sözüne kurbanım, gözüne kurbanım yar. Yaz kurtarır artık dinmir senlerden. Bak söz vermiştin ehdimiz var. Çözebilmeyirem darıkıram ben. Sevindir kalbimi ey güzel yar. Özüne kurbanım, sözüne kurbanım, gözüne kurbanım yar. Özüne kurbanım, sözüne kurbanım, gözüne kurbanım yar. Verdiğim vadeye amel et bari. Birleşsin arzumuz yüreğimiz. Payızda eyleyek toyumuzu biz. Hisset kalbimdeki duyguları. Özüne kurbanım, sözüne kurbanım, gözüne kurbanım yar. Özüne kurbanım, sözüne kurbanım, gözüne kurbanım yar. İstəyirəm ki, Ənvər Əlbəylinin bu yuvarlaq il dönümündə onun candan bağlı olduğu digər yuvarlaq il dönümünü qovuşduraq Ənvər Əlbəylinin xatirəsi ilə Ənvər Əlbəyli və Azərbaycan radiosu, Azərbaycan televiziyasının keçdiyi yol, orada Ənvər Əlbəylinin izləri haqqında danışaq. Təşəkkür edirəm dəvətiniz üçün, hörmətli Rafail müəllim. Doğrudan da Ənvər Əlbəyli deyəndə şair, tərcüməçi, ictimai xadim, əsas televiziya məsələsi canlanır. Çünki bizim televiziyanın yaradıcılarından, orada ömür boyu fəaliyyət göstərənlərdən biri də məhz mənim atam Ənvər Əlbəylidir. 23 yaşından bu insan öz həyatını radio və televiziyaya həsr eləyib. Onun bir neçə kitabı var. Ancaq bununla bağlı mənim üçün çox əziz, balaca bir kitabı var. Onun adı Danışır Bakı. Çox mənim üçün dəyərlidir bu kitab. Çünki orada atamın ömrünü görürəm. O kitab balaca olsa da ancaq Azərbaycanın radio və televiziyasının tarixini özündə həsr edir. Mənə elə gəlir ki, o bir dərslikdir bizim radio jurnalistlər üçün. Çünki orada elə tarixlər, elə məqamlar var. Radio jurnalistikanın səciyyəvi xüsusiyyətlərini göstərən məqamlar var. Balaca olsa da çox böyük şeylər öyrənmək olur radioyla bağlı həmin kitabdan. O vaxtlar əlbəttə radio və televiziya komitəsi kimi bir yerə rəhbərlik eləmək elə də asan deyildi. Çünki qarşıda Moskva var idi. Amma mən nəzər saldıqca atamın fəaliyyətinə və onun haqqında olan yazılara görürəm ki, bu çətinliyə baxmayaraq, bu çərçivəyə, Sovet çərçivəsinə baxmayaraq, nə qədər o milləti üçün, xalqı üçün çalışıbmış. Özdə elə çalışıb ki, səs salmadan, astadan, məsələn, sizə misallar göstərim. Araz radiostansiyasının qurulması doğrudan da böyük bir tədbir idi. Onun qurucuları arasında atamın adı da ilk sıralarda idi. Və yaxud yadımdadır, çox böyük əziyyət çəkirdi. Mərkəzi komitəyə dəfələrlə gedirdi bir məsələ ilə bağlı. Muğam konsertinin bərpa olunması üçün. Günortalar muğam konsertinin verilməsi üçün ki, gələcək nəsil unutmasın ki, bizim nə boyda muğam mirasımız var. İndi də şükür Allaha siz görürsünüz ki, televiziyada necə gözəl muğam müsabiqələri keçirir. Kulak üstə gedən gözəl, məni heyran edən gözəl, Kulak üstə gedən gözəl, məni heyran edən gözəl,
Bulaq suyu sərindir özün, sərin olma barı. Bulaq suyu sərindir özün, sərin olma barı. Sərin olsan sönər gedər eşqin alaqları. Sərin olsan sönər gedər eşqin alaqları. İncitmə məni sənə gözəl. Qaradır gözüm bilirsən özün, sevirəm səni mənə gözəl. Sevgim sənin, qəlbim sənin, can sənindir. Eşqin ilə yanan könlüm məskənindir. Sevgim sənin, qəlbim sənin, can sənindir. Eşqin ilə yanan könlüm məskənindir. Bu ateşə susaq və gözəl, hər an yansın, yansın. Bu ateşə susaq və gözəl, hər an yansın, yansın. İki qəlbdə bir sevginin, o da alalansın. İki qəlbdə bir sevginin, o da alalansın. Mən necə düzüm, soyuqdur sözüm. İncitmə məni sənə gözəl. Qaradır gözüm, bilirsən özün. Sevirəm səni mənə gözəl. Bilirsiniz, mən bu Azərbaycan radiosunun tarixini lap başlanğıc dövrlərdən araşdırmışam, bilirəm və tale elə gətirdi ki, 80-ci illərin ortalarında unudulmaz müğənnimiz, böyük sənətkar Müslüm Maqamayev mənə bir Moskvadan gətirmişdi. Tofiq Quliyev mənə zəng elədi ki, bəs Müslüm gəlib bir çamadan gətirib, orada babasının əlyazmalarıdır, müəyyən sənədləridir və bunları bir fonda vermək istəyir. İstəyir ki, sən baxasan, bir qiymətləndirəsən ki, bununla bağlı bir öz mütəxəssis kimi rəyini deyəsən. Mən o çamadanı götürdüm, bir gün məndə qaldı və oradakı bütün o yazıların surətlərini çıxartdım. Orada Müslüm Maqamayevin məktubları idi, gündəlikləri idi, həyatı ilə bağlı hər şey, baba Müslümün həyatı ilə bağlı və bunları vaxtı ilə oğlu Cəmaləddin, Müslümün əmsi toplamışdı. O da Moskvada uzun müddət bizim o daimi nümayəndəlikdə işləyirdi. Müslüm Maqamayevin nəvə Müslümün atası müharibədə həlak olmuşdu. O Cəmaləddin ona elə ata kimi olmuşdu. Onu çox sevirdi. Düşünürmüş ki, haçansa atası haqqında Cəmaləddin kitab yazsın. Ona görə atası ilə bağlı hər şeyi toplamışdı o çamadanın içərisində və orada ən vacib onun gündəlikləri idi. Mən də onun haqqında çox o sənədlərin, məlumatların əsasında böyük bir kitab yazdım. Yaşıl Yarpaq. Orada Müslüm Maqamayevin, bəstəkar Müslüm Maqamayevin bütün həyatı var. Orada gün-gün, ay-ay Azərbaycan radiosunun başlanğıc dövrünü təsvir edir. Çünki Azərbaycan radiosunun başlanğıc dövründə iki əsas böyük şəxsiyyət vardı ki, orada Azərbaycan radiosunun onlar biri ədəbi hissənin, biri musiqi hissəsinin təməl qoyucuları idilər. Ona görə Azərbaycan radiosu həmişə çox güclü olub. Və hətta televiziya yaranandan sonra televiziyadan da daha güclü olmağını uzun illər boyu qoruyub saxlayıb. Başlanğıçda ədəbi hissəyə rəhbərlik edirdi Məmməd Səid Ordubadi, musiqi hissəsinə rəhbərlik edirdi Müslüm Maqamayev. İki böyük şəxsiyyət, iki böyük sənətkar, ona görə çox sağlam təməllər qoyulurdu. Və o başlanğıc illərin, 20-ci illərin ikinci yarısının, 30-cu illərin Azərbaycandakı mədəni siyasətinin, Sovetin apardığı mədəni siyasətin əsas xəttlərindən biri bundan ibarət idi ki, müasirləşmək, avropalaşmaq olsun, milli musiqini biraz sıxışdırmaq olar, əsas odur simfonizm, qərb musiqisi daha çox səslənsin və Müslüm Maqamayev də o simfonizmi verməklə, qərb musiqisini verməklə Azərbaycanın o qərb-şərq əlaqələrini radio dalğalarında ifadə etməklə yanaşı çalışırdı ki, milli musiqi də çox olsun. Təbii ki, uzun-uzadın o muğamlar vermək mümkün deyildi. Hətta o qısa olaraq muğamların verilməsinin özündə də problemlər vardı. Ona da əmma qoyurdular. Sonraki illərdə isə bu daha da çətinləşdi. Və ona görə də günlərin birində Azərbaycan radiosunda Muğamat konserti adlı
bir saatın yaranması Ənvər Əlbəylinin bu xalqa ən ciddi yadigarlarından biridir. Çünki yaşlı insanlar yəqin ki xatırlayırlar. 1960-cı illərdə, 70-ci illərdə, 80-ci illərdə, lap 90-cı illərdə Azərbaycanın dörd bucağında insanlar saat 2-ni gözləyirdilər ki, saat 2-də muğamat konserti olacaq. Cəmaət günorta yeməyini yeyirdi, içirdi, toplaşırdı radyonun qarşısına və dinləyirdilər. Onlar radyonu elə dinləyirdilər ki, elə bir ki, konsert salonuna gediblər. Yaxud oturublar bir tamaşa salonunda tamaşa edirlər o muğamat oxuyan sənətkarlara. Ona görə hamının qulaq asdıqlarını bildiyinə görə də o lentə yazılan, sabah efirə çıxacaq o muğamların hamısının üzərində çalışırlar. Çox ciddi səviyyəli yazılar olsun. Və muğamat konsertini bərpa eləmək və onu bir ayrıca saatda Azərbaycan Radyosunda bir saat olaraq muğamat konserti, muğamat saat olaraq Azərbaycan Radyosunun tarixini həkk eləmək Ənvər Əlbəylinin unudulmaz bir xidmətidir. Həm mədəniyyətə xidmətdir, həm milli irsə xidmətdir, həm də bu xalqı birləşdirmək yolundakı çox böyük bir işdir. Çay açıp düzlerin ay kız, ne şirindir sözlerin. Heyran eler göreni ay kız, senin kara gözlerin. Çiçek gibi güzelsen sen, baharın ətri gelir tellerinde. Çiçek gibi güzelsen sen, baharın ətri gelir tellerinde. Ulaq suyu içmişəm ay kız, aklımızdan geçmişəm. Güzel kızlar içinden ay kız, təkcə səni sevmişəm. Çiçək kimi gözəlsən sən, baharın ətri gəlir tellərində. Çiçək kimi güzelsen sen, baharın ətri gelir tellerinde. Çiçek kimi güzelsen sen, baharın ətri gelir tellerinde. Musiqi bizim həyatımızın əlbəttə qayəsində böyük bir yer tutur. Belə bir məqam yadıma düşür. Mirvari Dilbazi bizə gəlmişdi. Oturdular, çay içdilər, neynədilər. Sonra gördüm nəsə yazırlar, düzəliş eləyirlər, hərdən bir höcət eləyirlər. Maraqlandım, oturdum, qulaq asmağa başladım. Sən deməmiş məsələ nə yerdə idi? Elə xalq mahnıları vardı ki, onun sözlərini deyirlər ki, keçmişə aparır, belə olmaz, bədbinlik yaradır, nə? Bu sözlərə görə xalq mahnıları necə efirdə səslənməsin? Ənvər Əlbəyli bunun çarəsini tapmışdı. Düzdür, bir balaca günah da eləmişdi, yəni təklif eləmişdi Mirvari Dilbazi ilə bəzi sözləri dəyişsinlər. Dəyişsinlər, onda səslənəcək. O sözlər olmayanda, bədbinlik yaradan ifadələr olmayanda o sözlər, o mahnı səslənəcək. Doğrudan da elə oldu. Bir neçə mahnı yenidən həyata qayıtdı, efirdə səsləndi. Amma ondan bir neçə vaxt sonra böyük bir məqalə Ənvər Əlbəyliyə qarşı çap olundu ki, Ənvər Əlbəyli yaxşı nəzarət etmir, hətta xalq mahnılarının sözləri təhrif olunur. Mən də atamla bu barədə nəsə bir sual verdim. Deyirəm, bəs bu necə olur? Yaxşılıq eləyirsən, yamanlıq çıxır. Dirək yoxdur, bu yaxşılıq elə böyükdür ki, o yamanlığın gücü çatmayacaq. Mirvari Dilbazi ilə siz inanırsınız, yəqin ki, saat 4-ə qədər oturdular. Dəyişmək asan deyildi.
Atamın belə xidməti oldu. Musiqi yaxşı ifaçıları çox dəyərləndirirdi. Onda təzə çıxmışdı. Yeni il axşamı verilişlər verilirdi, başlandı. Adı da indi unutdum. Yeni il işıqları idi, nəysə belə. Çox istədi ki, həmin təzə çıxmışdı o veriliş. Həmin verilişdə Müslüm Maqamayev də oxusun. Müslümlə danışdı. Müslüm dedi ki, mənim bir solo konsertim var, amma Ənvər müəllim, mən mütləq gələcəyəm. Doğrudan da bir vətən oğlu kimi gəldi, iştirak elədi, sözünü yerə salmadı. Bu da onun milləti sevməyindəndir. Bax, radyoda bir ara dayanmışdı, yenidən bərpa olunub radyo tamaşaları. Tamaşa baxmaq sözündəndir. Təbii ki, radyo göstərmir. Ancaq 1960-70-ci illərdə Azərbaycan radiosunda hazırlanmış o radyo teatrı ki var, onlar elə tamaşalardır ki, onları sən yalnız eşitmirsən, görürsən. Azərbaycanın ən gözəl səsləri, ən yaxşı istedadlı insanları cəlb olunublar və həm klassika, həm də yeni dövrün dramaturqlarının yazdığı əsərləri, eləcə də tərcümə əsərləri, dünya dramaturgiyasının inciləri. Bunun sayəsində teatr Azərbaycanın ən ucqar kəndinə də gedib çatırdı. İnsanların mədəni səviyyəsi qalxırdı və təbii ki, bu məsələlərdən söz açarkən Rauf Kazımovskini də gərək bir minnətdarlıqla anaq, o da çox fədakar bir insan olub və Ənvər Əlbəylinin radioya rəhbərlik elədiyi vaxtlarda hələ ümumi radio televiziyanın rəhbəri olmamış. Radioya rəhbərlik elədiyi bir dönəm ki var. Orada bir çox radio tamaşalarının yaranmasının əsas səbəbkarlarından olub. Radio ilə bağlı atamın çox məqamları yada salmaq istəyirəm. Bax, indi yadıma düşdü. O Kərkük mahnıları vardı. Məsələn, o da bizim musiqi mirasımızda, musiqi xəzinəmizdə özünə məxsus yer tutur. Sinan Said vardı. Sinan Said və Nərminə Məmmədova ilə birlikdə o mahnını təklif elədi ki, oxunsun, yazılsın. İndi də o əlbəttə fonotekada, qızıl fonotekada qalmaqdadır. Çox gözəl mahnı idi. O dövrdə demək ki, vaxtilə mən bizim unudulmaz tarixçimiz Hacı Məmmədov məsələ ilə bağlı danışdırmışam. Söyləyirdi ki, bir arada o ansambl düzəltmişdi. Hacı Məmmədovun digər ansambllərin yanında bir başqa ansambli var idi. İnstrumental ansamblıdır və kifayət qədər də Hacı Məmmədovun rəhbərliyi elədiyi iş əlbəttə gözəl olar. Həmin o Nərminə Məmmədova ilə Sinan Said də o zaman Azərbaycan radiosunda çalışırdı. Xarici ölkələr üçün olan verilişlər redaksiyasında çalışırdı. Ərəbcə verilişlərin mətnlərini oxuyurdu. Və
həm belə çox qələmi olan istedadlı bir insanı, həm də belə məlahətli də səsi vardı. Nərminə Məmmədova ilə onun oxuduğu o Kərkük xoyratların, Kərkük mahnılarını həmin o Hacı Məmmədovun ansamblı ilə lentə alıblar. Bu günəcən də sevilir, belə çox həvəslə dinlənilir. Parmaqdan çəkdim çıxmaz dırnaqdan, kovalıyam yar tutmam, qorxum var ayrılmaqdan. Kovalıyam yar tutmam, qorxum var ayrılmaqdan. Kapıdan geçti yarım, yaramı deşti yarım. Kapıdan geçti yarım, yaramı deşti yarım. Oydu eller sözüne, benden vazgeçti yarım. Oydu eller sözüne, benden vazgeçti yarım. Atamın radioyla bağlı bir məqam da var. O telefilmlərin ssenarisini yazırdı. Zəncirlənmiş adam var. Onu çəkiblər, maraqla qarşılanmışdı o film. Xatırlayıram, orada gərək Ağadaş Qurbanov da oynayıb. Qurbanov, bəli, Ağadaş Qurbanov oynayıb. Doğrudan gözəl yadigardır o film. Atam aprelin 1-də zarafat günündə anadan olub. Elə onun adı ilə bağlı radioda indiyə qədər o zarafatları təkrar eləyirlər. Məsələn, xalq şairimiz Qabillə bağlı çox məzəli bir əhvalat var. Qabil o vaxt gənc idi, gəlib, o da radioda, televiziya artıq fəaliyyət göstərirdi. İşə düzəlmək istəyib, gəlib atamın yanına, deyib, Ənvər qardaş, mən də istəyirəm, bəs burada işləyim. Atam da onun istedadına çox bələd idi. Bilirdi ki, hələ onun yaradıcılığı qarşıdadır. O böyük şair, doğrudan görürdü ki, o xalq şairi olacaq. Televiziyada işləsəydi, əlbəttə onun o qədər yaradıcılığa vaxtı qalmayacaqdı. Ona görə o ilə belə bir zarafat eləyir ki, ay Qabil, sən bilirsən, burada işləsən, biz hamımız ayda bir dəfə o televiziya qülləsi var ha, orada növbətçilik eləyirik. Qabil əvvəl belə tutulub, sonra anlayıb ki, o ilə zarafat eləyir. Amma hər halda gedib Seyfəddin Dağlıdan soruşmuşdu ki, birdən düz olaraq siz o qüllədə növbətçilik eləyirsiniz. Bu məsələ belə yayılmışdı. Səni qəlbimdə gəzdirib hər an, eşqimiz bilməsin dedim hicran. Hala gözlü yarım mənim ki sən bildin, sənin eşqindən ayaman ağladım, güldüm, ağladım, güldüm. Gülə bilməz gülüm, bahar sensiz, ürəyim od tutub yanar sensiz. Gülə bilməz gülüm, bahar sensiz, ürəyim od tutub yanar, yanar sensiz, gülüm sensiz. Atam bütün bu təqvim tarixlərinə çox diqqətli idi. Axı müharibədə iştirak eləmişdi. Ona görə müharibə ilə bağlı tarixlərə çox diqqət yetirirdi. Təqvimdə Topçular Günü qeyd olunurmuş.
O da göstəriş verib ki, topçularla bağlı bir mahnı çələngi hazırlayın, bir veriliş hazırlayın, içində mahnı da olsun. Sonra deyiblər ki, Ənvər müəllim hazırlamışıq, qulaq asarsınız filan saatda. Qulaq asıb görüb ki, bir şey tapmayıblar. Deyir, qalada yatmış idim, top atdılar, oyanmadım. Görürsünüz, siz o saat bildiniz ki, hansı mahnıdır. Qalada yatmış idim, top atdılar, oyanmadım. Məşhur mahnıda Qaladan Qalaya mahnısı. Vaxtilə mən o mahnı haqqında da veriliş hazırlamışam mən. O dünyanın ən səyyar mahnılarından biridir. Dünyanın bir çox xalqlarında var o Qaladan Qalaya mahnısı. Qalada yatmışdım, top attılar, oyanmadım. Qalada yatmışdım, top attılar, oyanmadım. Sazının söhbetinden oyattılar, sazının söhbetinden oyattılar. Kızlara gitme dedim, dayan dedim, dayanmadım. Kızlara gitme dedim, dayan dedim, dayanmadı. Söz ile avaz ile dayandılar, söz ile avaz ile dayandılar. Kışa yalvardı payız, bülbül okutmadı. Kışa yalvardı payız, bülbül okutmadı. Yazıla bahar ile okuttular, yazıla bahar ile okuttular. Belə işlər olubmuş. Ümumiyyətlə Ənvər Əlibəyli və onun ailəsi bütövlükdə televiziya və radio ilə bağlıdır. Qardaşım Şahin Əlibəyli uzun illər orada işləyib. Deyilənə görə ən zövqlü rejissorlardan olub. Elə ilk dəfə klipləri, mahnı kliplərini o çəkmişdi. Yəqin hamımızın yadındadır Brilliant Dadaşova, onun haqqında Cəfər Cabbarlının heykəlinin qabağında o klip, bir çox kliplər. Bu işə Şahin Əlibəyli birinci başlamışdı. Bacım Şəlalə Əlibəyli. Onun səsini eşidəndə indi də könürlər ki, bu səs bizə tanışdı. Onun çox özünə məxsus səsi vardı. Şəcərə verilişi indi də yaddadır. Onu görəndə, tanıyanda deyirlər. Bir dəfə də mənə dedilər ki, siz Şəlalə xanımın bacısısınız. Mən də qürurla dedim, yox, o mənim bacımdır. O qədər onu tanıyırdılar. Ümumiyyətlə anam da ən birinci, ən diqqətli tamaşaçılardan idi. Axşam atam işdən qaydanda, axı tamaşalar, hər verilişlər canlı olurdu. Həmişə soruşardı, Şövkət xanım, bu gün nədən razısan televiziyadan, ya nədən razısan? Belə söhbətləri olardı. Elə mən də uşaqlıqda televiziya ilə bağlı olmuşam. 3-cü sinifdən 8-ci sinifə qədər mən televiziyada aparıcı olmuşam uşaq verilişlərində. Onda Qaranquş, Göyərçin, belə verilişlər var idi. Mənim əhatəmdə olan o zaman uşaqlar demək olar ki, hamısı sənətkar, aktyor oldular. Bax, Fuad Poladov, Ramiz Əzizbəyli, Yaşar Nuri, sonra diktor Sevil Hüseynli, İbrahim Əliyev vardı. Mən oynamaq istəyirəm filmində Asanbayevin uşaqlığını oynamışdı. Almaz xanım, Ciyuzun artisti, o. Hamısı bunlar mənim əhatəm, hamısı artist oldu. Bənsə, atam 8-ci sinifdə artıq mənə dedi ki, sən fars dilini öyrənəcəksən, bizim fars dilli klassik ədəbiyyatı oxuyacaqsan. Atamın sözündən çıxmadım. Bircə nəyi ondan soruşmuşdum o vaxt. Verilişlərə çıxışlara görə hamımıza qanarar verirdilər. Bircə mənə verilmirdi qanarar. Bunlar da gəlirdi, Fuad məndən soruşurdu, Yaşar məndən soruşurdu. Sən nə qədər aldın? Deyirəm, heç nə qədər. Axşam atamdan soruşdum. Deyir, Şəfəq, sənin qanararı mən verəcəyəm, amma o qanararı mən Yaşara yazıram. Qavroş deyirdi ona. Birinci rolu Yaşarın Qavroş olmuşdu, Yaşar Nuriyə. Deyir, sən görərsən, o çox böyük aktyor olacaq. Doğrudan da elə oldu. Həmişə Yaşara sataşırdım ki, bax, mənim qanararlarım sənə düşdü, sən belə böyük artist oldun. Ben seni
Həmdəm salıram, eşqinin oduyla alovlanıram. Gecədə gündüzdə səni alıram. Gecədə gündüzdə səni alıram. Çıxmayır yadımdan qara gözlərin, şirin söhbətlərin, şirin sözlərin. Çıxmayır yadımdan qara gözlərin, şirin söhbətlərin, şirin sözlərin. Sən mənim könlümdə xoş bir umudsan. Sən mənim könlümdə xoş bir umudsan. Ah mən neyləyərəm, ah mən neyləyərəm, məni sən unutsan. Ah mən neyləyərəm, ah mən neyləyərəm, məni sən unutsan. Və soyunmamış haqqında gedən söhbətlər, xatırlanan tarixçələr bir sual da vermək istəyirəm. Aprelin 1-i yada salındı. Aprelin 1-i Ənvər Əlbəylinin doğum günü. Amma hər halda aprelin 1-i həm də insanların bir-biri ilə zarafatlaşaraq bir-birini aldatdığı gündür. Və bildiyim dərəcədə Ənvər Əlbəylinin doğum günlərindən birində elə bu aldatma məsələsindən yaratdığı bir gözlənilməz hadisə də baş verib. Əvvəl yubileylər hamısı evlərdə olardı. Restorana az müraciət eləyərdi. Atamın 50 illiyi idi. Anam gözəl hazırlıq görmüşdü və zəng eləyib hamısını dəvət elədi ki, bəs sabah bizə gələrsiniz. Bir yığıncağımız var. Sabah oldu, axşam oldu, 6 oldu, 7 oldu. Heç kəs yoxdur. Atam başladı zəng eləməyə dostlarına ki, hardasınız? Birinci Süleyman Rüstəmə zəng elədi. Süleyman Rüstəm də gülə dedi ki, ay Ənvər, yaxşı aprelin 1-idir. Bir deyəcəksən ki, aprelin 1-idir belə. Elə deyirsən də telefonla de. Sonra hamını başa saldı ki, yox, doğrudan baxın təqvimə, baxın mən aprelin 1-ində anadan olmuşam. Gec olan məclis də gec qurtardı. Səhərə qədər gec yığışdılar, səhərə qədər oturdular. Kimlər gəldi? Yanımda qalan İbrahim Topçubaşov, Süleyman Rüstəm, Seyfəddin Dağlı, Aydın Cabbarlı, sonra bax belə yadıma düşdün. İsa müəllim vardı, ürək həkimi idi. Salih müəllim vardı, ürək həkimi idi. Onlar sonra Ələsgər müəllim vardı, mühəndis idi. Şərab zavodunda mühəndis idi. O yaxşı yadımda qalıb. Sonra Şövkət xanım gəlmişdi müğənnilərdən, baş tutdu. Şövkət xanım gəlmişdi. Anama da sataşdı ki, ey Şövkət, qoy elə mən də gəlim bura köçüm. Biri sağ tərəfdə, biri sol tərəfdə qulluq eləyək ona. Müğənnilərdən də gəlmişdi. Gülağa Məmmədov oradaydı. Bax, belə yadımdadır. Şahdağından əsən külək saçlarını darasın. Səni sevən Budyal çayı sahilindən arasın. Dilin ana torpağımın meyvəsindən şirindir. Məhəbbətin ürəyimdə dəryalardan dərindir. Hayatımın çiçeğisən, bu balı kız bu balı. Gökeysen, bu balı kız bu balı. Hayatımın çiçeğisən, bu balı bu balı. Vətənimin bəzəyirsən, bu balı, bu balı.
Sizin evdə bu ayrı-ayrı musiqiçilərin, sənət, mədəniyyət adamlarının, şairlərinin toplaşması elə ənənəvi bir halıymış, elə gün aşırı yığışırlarmış da. Onda belə telefon məsələsi çox az idi. Hamı bir-birinin görüşünə gedirdi. Mən indi başa düşürəm. Deməli, bu ayın 4 həftəsi yoxdur. Hər həftə birinin evində yığışardılar. Bir şeir məclisi, çalğı, musiqi eşidərdik. Məsələn, bizim evdə həmişə yadımdadır. İbrahim Topçubaşov piyaninin arxasında, anam qəşəng dəf çalırdı. Sonra xanım İbrahim Topçubaşovun həyat yoldaşı, gözəl səsi vardı, Qubalı qız. O oxuyardı, gözəl oxuyardı. Çox nəğmələrin elə yaranması elə o məclislərdə idi. O məclislərdə baş verirdi. Atamı biz bilirsiniz uşaq idik. Biz onu ata kimi, bir də bir şair kimi. Çünki məktəbdə uşaqlar üçün şeirləri var. O məktəb dərsliklərinə daxil olmuşdu. Amma sonra onun haqqında olan yazılardan, onun haqqında olan deyilən xatirələrdən biz onu daha yaxşı tanıdıq. Başa düşdük ki, Ənvər Əlibəyli kim idi? Bir belə şeiri var atamın ki, Süleymana qalmayan dünya sənə də qalmayacaq. Deyilən bir məsəl var, dolaşır dodaq-dodaq. Amma zaman ötəcək, dünya yenə insanlara qalacaq. Bu insanlara qalan dünyada adlar da qalır, adlar da yaşayır. O adlardan biri də Azərbaycan üçün Ənvər Əlibəylinin adıdır. Yaşayır. Hər gün efirdə səslənən mahnılarda, o sözlərdə, deyiləndə ki, sözləri Ənvər Əlibəylinindir, əlbəttə biz onu yanımızda hiss eləyirik. Bölməzlik budur da, adı çəkilir, təkcə adı yox. Yəni insanlar onun qoyub getdiyi mirasdan həzz alırlar, zövq alırlar. Hər bir küçükaya sərvətin vardır, sinən üstə axmabuzlu gen tarlalardır. Quruqların göy xəzərdə qatar-qatardır. Yurdum yuvam məskənsən Azərbaycanım, Albayraklı vətəninsən Azərbaycanım. 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 Azərbaycan televiziyası 1956-cı ildə yarandı və qısa bir müddət içərisində insanlara hakim oldu. Baxmayaraq ki, hələ çox evlərdə televiziya yox idi. Televizor olmasa da insan kiminsə var, qonşunun evində bir televizor vardı, yığışırdılar axşamlar ora. Elə bir kinoteatra gedən kimi yığışırdılar və bu televiziyada işləyənlər birincisi məsuliyyətli bir iş idi, son dərəcə. Texniki imkanlar məhdud idi, ən müxtəlif xətalar baş verə bilərdi. Bu televiziya rəhbərlik edən insanların da məsuliyyəti 1-ə 5 artırdı. Hər şey canlı yayımla efirə gedirdi, yazılış yox hələ. Biri ehtiyatsız bir söz deyə bilər, şaşa bilər. Bunun da hamısının yenə qüsurunun, o çatışmayan cəhətinin məsuliyyəti və son anda danlanması gəlib rəhbərin üstünə düşürdü və belə bir çətin dövrdə Azərbaycan televiziyasının yenicə fəaliyyətə başladığı zamanlarda Ənvər Əlibəyli gəldi, Azərbaycan Televiziya Radio Verilişləri Komitəsinin rəhbəri oldu və əsas televiziya xəttinin
daha da güclənməsi üçün çox işlər gördü. Məsələn, mənim yadımda ayrı fotolar var. Məsələn, Azərbaycanda o vaxtı, indi çoxlu maşallah doludur studiyaları, bir-birindən böyük, qəşəng, işıqlı, geniş imkanları, universal imkanları olan çoxlu studiyalar var. O vaxt bir böyük studiya deyilən bir zal vardı. Oradan yeni verilişlərdə, kütləvi verilişlərdə oradan olurdu, mühüm verilişlərdə. Bir də balaca bir studiya vardı. Oradan 2 balaca studiyanın içərisində verilişlər verilirdi. Amma bir dünya yaranırdı orada. Həmin o studiyalarda çəkilmiş şəkillərdən mənim xatirimdə, gözümün önündə indi sayrışır ki, məsələn, ilk xarici qonaqların, insanlara filmlərdən, ekranlardan tanış olan çox məşhur simaların Azərbaycana təqdimi də məhz televiziyanın vasitəsilə olmuşdu. Raç Kapur'u Hind kinolarını Azərbaycanlılar həmişə sevirdi də. Sonra Raç Kapur, o Nərgiz falan Azərbaycana səfər eləmişdilər. Bunun özü də bir böyük əks-səda oyatmışdı və o filmlərə də insanlar, mən uşaqlıq illərim xatirimdə o Hind filmlərinə növbələr olurdu, kinoteatrlara dayanırdılar. Amma o Raç Kapur da gəlib Azərbaycan televiziyasında mən elə Ənvər Əlbəylinin və müşayiəti ilə o studiyaya gəlməsi, orada hansısa verilişdə iştirak eləməsi, hətta çalıb oxuması da var və fotolar da qalıb. O fotolar indi gözümün önündədir. Bəli, doğrudan da tarixin səhifələridir. Radiola bağlı bizim ailə üçün bu çox əziz məqamlardır. Raç Kapura bu hədiyyə hazırlamaq lazım idi. Çox düşünürdülər ki, axı ona nə versinlər, nə hazırlasınlar. Raç Kapurun şükür Allaha əli çatmadığı heç bir məqam yoxdur, hər yerə əli çatır. Nərgiz xanımla anama söyləyirdi ki, onun belə necə məlahətli xanım olduğundan fikirləşirdilər ki, axı bax nə bağışlasınlar ona. Deyəsən nə bir xəzri idi, məsləhətləşdilər, axırda belə bir qərara gəldilər ki, Raç Kapura muğamların kasetini versinlər. Onda da kasetlər bilirsiniz də belə iri kaset idi. Nərgiz xanım üçün də indi kəlağayı asan tapılır da, onda tapılmırdı. Çox istədilər kəlağayı. Axır güc bəla ilə kiminsə evindən, hansısa nənənin evindən bir qatı açılmamış bir kəlağayı tapıb gətirdilər. O hədiyyələrin hazırlanması bax yadımdadır. Atam şəkil çəkdirməyi heç xoşlamazdı. Amma Raç Kapur kimi sənətkarla şəkil çəkdirdi və gəlib evdə qürurla dedi ki, nəhayət mən də bir şəkil çəkdirdim. O şəkil bizim üçün albomda ən əziz şəkillərdəndir. Ənvər Əlbəylinin keçmişə boylanaraq, dünənləri xatırlayıb bu misraları yazdığı vaxtlarda hələ yaşanası illərin çoxu qarşıdaydı. Mən dünən bir uşaqdım, baş açıq, ayaq yalın, qayğısız çevirərdim ömrümün varaqların. Qızıl gül qönçəsi tək səhər söküləndə dan, gəzərdim, düşürərdim quşları yuvasından. Bir gəncəm bugün artıq, alnım açıq, üzüm ağ, sinəm sevginlə dolu, qüvvəm dəniz, gücüm dağ. Cövlan edir, at çapır, ömrümün xoş rüzgarı, çatıb ömrümün artıq sevda dolu baharı. Görən əbədi ayrılıq anının yetişdiyi məqamda Tanrı insana son dəfə düşünmək, saniyənin neçədə birindəsə həmin saniyəyə qədər yaşanmışları xatırlamağa imkan verirmi? Əgər belə bir fürsət olursa, hər halda yaşanmışların hamısı yəqin ki insana bir göz qırpımında ötüb keçən an kimi gəlir. Şair Ənvər Əlibəylinin bitən ömrünün lap axırında arxadakı 52 ilin hamısını bircə an içində görmək fürsəti olmuşdusa, bu 52 ili dolduran bütün yaxşılı yamanlı olmuşların hamısını son dəfə seyr edərkən heç şübhəsiz ki, o özünü xoşbəxt, kamına çatmış sanıb.
Axı görüb ki, bu dünyada yaxşı ad və özündən sonra yaşayacaq söz yadigar qoyub gedir. Bir ömrün bəhrəsi kimi bundan artıq nə bəxtiyarlıq olar ki? Hörmətli dinləyicilər, axşam görüşlərinin unudulmaz şairimiz Ənvər Əlibəylinin xatirəsinə həsr edilən buraxılışı sona çatır. Mən hamınıza uğurlar diləyirəm, salamat qalın. Verilişi Rafail Hüseynov hazırlayıb.